Mən Kərimov Zaur, Bərdədən, rəhmətli Yusiflə bir yerdə olmuşam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gün nə bir gözəl gün oldu ki, şəhidimiz Yusifin anasıyla Şuşa şəhərində bir yerdə rastlaşdıq. Bir az müddət olar, bir 10 gün bundan qabaq ziyarətində olmuşdum. Allah qəni-qəni bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid anaları qarşınızda baş əyirik. Sizin şükür ki, belə evlatlar həyata gətirmişsiniz. Bu balaların hesabına bugünkü günü bu xalqımız burada ürəkli gəzir, fırlanır, şəkil çəkdirir. Öpürəm sizləri, əllərinizdən öpürəm. Allah sizləri can sağlığı versin. Hər bir şəhid anasının qarşısında mən addelini baş əyirəm. Allah sizə ömür versin. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu Yusif qardaşdan danışdıqca qutarmaq olmaz. Bunun elə bir keçmiş nətər deyərlər. O qədər belə həyəcanlanam ki, fikrimi çatıra bilmirəm. Hayf belə balalara. Danış, qoy. Hayf. Tanısalar hamıyı. Bunu tanıyan tanıyır. Ya, bilir ki, bunu tanıyan bilir ki, bu qardaşlar, bunlar ikisi də qardaşdır. Bunlar 3 qardaş oldular. Biri qazidir, ikisi bir evdən. Bu gözəl anamız bir evdən 2 bala şəhid verib. Allah anamıza səbir diləyirəm. Amin. Nə deyim dədə? Yusifin o xatirəli günlər mənim yadıma düşəndə, mən evdə də üzr istəyirəm, aləmə də həmişə söhbət eləmişəm, evlatlarıma da, uşaqlara, mən şəkilləri, birdən uşaqlar mənə deyirsəm, tez-tez bunu paylaşırsan, TikTokda paylaşırsan, ustaz paylaşsan, deyirəm bu qardaş mənim ürəyimdən çıxmaz. Şükür, Allah sizlərə dəyməsin. Çok sağ ol kardeş. Allah razı olsun. Analar sağ olsun. Ha, bu şəhidlər hamısı bizim şəhidlərdir.